Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərə buraxılış imtahanı düşmüş. Bugünkü, yəni 2026-cı il 9 mart buraxılış imtahanı düşmüş. Bir neçə açıq sual həllinə baxaq. Deməli, alandakı məsafə 34 km olan A-B məntəqələrində velosiped və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Bizi şəklən dəqiq olaraq təsvir edək, sonra da sualımızı həll etməyə başlayaq. Deməli, şəklini bu şəkildə göstərirsiniz. A-B məntəqələrindən hərəkətə başlayırlar və bir düz xətt üzərində olduğunu qeyd edir. Eyni zamanda qarşı-qarşıya piyada və velosipedçi yol düşür və qeyd edilir ki, piyadanın sürəti velosipedçinin sürətindən 8 km çoxdur və üstəgəl 8 də bunun üçün yazılıb. Daha sonra deyir ki, aralarında bir C nöqtəsi var ki, A-dan C-dək velosipedçi 24 km gedir və C-dən də B-yə belə çıxır ki, piyada da 10 km getməlidir ki, bunlar qarşılaşmış olsunlar. Və daha sonra deyir ki, bunu həll etmək üçündür və arada məlumat da verir ki, aralarındakı zaman fərqi 0,5 saatdır. Bu tip suallarda diqqət etməlisiniz ki, zaman fərqinə. Yəni əgər sualda nəyə diqqətimizi yönəltməyimizi istəyirsə, deməli həmin onun düsturu yazılmalıdır. Belə çıxır ki, T bərabərdir S bölünsün, V düsturundan istifadə etməliyik. Yəni yolun zamanı olan nisbətinə yazılıb. Piyada daha gec çatdığına görə piyadanın sərf etdiyi zaman təbii ki, daha çox olasıdır, nəinki velosipedçinin sərf etdiyi zamanı. Ona görə piyadanın sərf etdiyi zamandan velosipedçinin sərf etdiyi zamanı çıxmaq lazımdır. 10 bölünsün V-dən. 24 bölünsün V üstəgəl 8-i çıxırıq və bu da toplamda sərf etdiyi zaman 2,1 saatdır. Normalda bu sualda şifahi olaraq V-nin əslinə 4 olduğunu görmüş oluruq. Sadəcə bizə bu sual yazılı olaraq düşdüyünə görə həll də tələb edir. Bunun üçün də ortaq mərkəz gətirməklə həll edək. V vurulsun V üstəgəl 8, 10 V üstəgəlsin 80, o da çıxılsın 24 V yazırıq. O da bərabərdir 2-də 1. Ortaq mərkəz gətirəndə V kvadrat üstəgəlsin 8V. O da deməli 10V-dən 24V-nin çıxanda mənfi 14, mənfi 14-də 2-yə vurduq, mənfi 28. Sol tərəf keçdi üstəgəl 28V olur. Daha sonra 80-də 2-yə vurduq 160, sol tərəf keçdi çıxılsın 160 şəklində yaza bilərik. O da bərabərdir 0. V kvadrat üstəgəlsin 36V bərabərdir çıxılsın 160, o da bərabərdir 0 olur. Diskriminant tapmaqla bunu təbii ki yaza bilərsiniz. Deməli, diskriminantla göstərək ki, 36-nın kvadratı üstəgəl 4 vur 160 yazarsınız. Təbii ki, bunu tapmaq biraz daha çətin olur. Bunu tapmaq çətin olduğuna görə mən bunun üçün başqa bir yol demək istəyirəm sizə. Diskriminantı tapmadan yazmaq üçün 160'ı vurğularına ayıranda 2-yə, 82-yə, daha sonra 42-yə, 22-yə, 12-yə, 5, 5-ə 1 olur. Deməli, bu əslində 32 vurulsun 5 deməkdir. Mən bu vurğulardan elə götürməliyəm ki, elə 2 ədədin hansı şəklini yazmalıyam ki, bunların hansı mənə 160'ı versin, cəmi isə 36'ını vermiş olsun. Deməli, burada biz baxaq ki, 16 və 16 və saniyə. Deməli, vurğuların hasili şəklində elə yazmaq lazımdır ki, bizə hasili bir daha deyək. Hasilimiz 160 versin, cəmi isə 36 vermiş olsun. 4 götürək, bir dənə də 8 vur 5, 40 götürək. Yəni, indi oldu. 4 və 40'ın hasili bizə bu istənilən cavabı vermiş olur. Amma yazarkən diqqət etməliyik ki, V üstəgəlsin 40 yazaq. Çünki digərində isə V çıxılsın 4 yazırıq ki, bu da bizə hasili 160 olaraq verir. Təbii ki, isə diskriminantla tapmaqla da göstərə bilərik ki, diskriminantla tapmaq sadəcə vaxt ilgisidir. Amma onu da göstərəcəm indi. V bərabər 4'dür. V bərabərdir. Buradan da alınır mənfi 40. Təbii ki, mənfi 40'ı deyil, müsbət 4'ü götürürük. Buna görə də piyadanın sürətini 4 olaraq tapmış oluruq. Əgər diskriminantla yazmaq istərsiniz, diskriminant, çünki orada sizə kalkulator verilmir, axı kökünü tapmaq biraz çətin ola bilər. Tapmaq üçün diskriminantla tapanda 36'nın kvadratı üstəgəlsin 4 vur 160 yazırsınız. Buradan sonra da aldığımız cavabda 1936 olmalıdır. 1936 olandan sonra da alınan bu cevabın yine de vurgularını ayırırsınız. 2'ye böldünüz. 9 kere 2 18. 13 2'ye bölündü 6. 16 2'ye bölündü 8. Bir de 2'ye bölek 4 16. 4 2'ye böləndə 2'ye böldünüz 121. Bu da 11 11'e 1. Yəni burada nəyə diqqət ediyorsunuz? Vurgularına ayrılan zaman baxırsınız ki 2 2 götürməlisiniz. 11'dən 2 dənədir. Deməli kökdə diskriminantdan 11'ə 2 tane göre bir tanesini götürürüm. Sonra 2'den 4 tanedir. 2'den 4 tanesi yarıya bölürüm. 2'den 2'yi götürmüş olurum. Belə çıxır ki, diskriminantdan cavab 44 olaraq çıxmış oldu. Biz də buradan bunu tapdıq. Diskriminantla həll edəndə də yeni köklərini tapanda x1 bərabərdir. Mənfi 36 üstəgəl 44 bölünsün 2.
Bu da elədi 4. Yəni köklərimizdən yenə də 4 olaraq tapmış olduq. Növbəti suala keçək. İkinci sualımıza baxaq. Yəni mən burada deyir ki, 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşanan ədəd ortası 21, kişilərin yaşanan ədəd ortası isə 29-dur. Deməli biz burada nə edirik? Qadınların yaşları saylarının cəmini, qadınların yaşları cəmini onların sayına bölürük. Bu da bərabərdir 24 eləyir. Daha doğrusu 21 eləyir. Toplam sayı 24-dür. Kişilərin yaşları cəmini saylarına bölürük. Bu da bizə 29 vermiş olur. Ədəd ortanı 29 verir. Yəni ədəd orta demək ki, yaşlar cəmini sayına bölmək. Bu da bizə ədəd ortanı verir. Burada qadınların yaşlarının cəmi 21-i köyə vuranda qadınların yaşlarının cəmi bizə 21 könü vermiş oldu. 21 kö. Kişilərin yaşlarının cəmi isə 29 kanı verdi. Ədəd ortanı, ümumi olaraq ədəd ortanı hesablamaq istəyəndə qadınlar və kişilərin yaşları cəmini onların yaşları sayına böldük. Bu da bizə 26 verir. Çünki bütün hissələrin ədəd ortası da 26-dır. Deməli, belə çıxır ki, 21 kö üstə gələnsə 29 k. Bu da bərabərdir 26 vurulsun Q üstə gəl K. Yəni 26 Q üstə gəl 26 K eləmiş olur. Bu da 5 Q bərabərdir 3 K eləyir. Mən burada Q'nı əslində 3M, K'nı əslində 5M olduğunu deyə bilərik. Qadınlar və kişilərin toplam yaşlarının cəmi isə bizə 24 olaraq verilibdir. Deməli, qadınlar üstə gəl kişilərin yaşlarının cəmi isə 24-dür. Yəni 3M ilə 5M'in cəmi 24-dürsə 8M 24 oldu. M isə 3 olaraq tapmış olduq. Bizdən kişilərin sayı soruşulurdu. Kişilərin sayı da 5M olduğuna görə 5'i 3'e vurduq. Bu da bizə verdi 15. 5 vurdu 3 da 15. Növbəti sual keçək. Növbəti sualımıza baxaq. Bu sualda bizə qrafik verilir və fx funksiyası haqqında məlumat verilibdir. Bizə deyir ki, CO-nun qiyməti 5'ə bərabərdir. CO-nun qiyməti 5'ə bərabərdir və BO AO-nun 25 qatıdır. Əgər mən AO-ya bir x olaraq qeyd eləsəm, onda belə çıxır ki, BO da bunun 25 qatı, yəni 25x olar. Deməli, biz düz-60 bucaq olduğunu bildik. Düz-60 bucaqda metrik münasibətlər var idi ki, hipotenuzu çəkilən hündürlüyün kvadratı, hipotenuzu çəkilən hündürlüyün kvadratı, yəni 5'in kvadratı bərabərdir. X vur 25x olaraq yaza bilərik. Bu da bizə 25x kvadratı bərabərdir 25 verdi. X kvadratı bərabərdir 1 elədi. X də bərabərdir. Təbii ki, plus minus b-dir, amma biz burada müsbət b olaraq qəbul edək. Daha sonra qrafikin sol tərəfində qalan hissəsi mənfi tərəf olduğuna görə x-in burada qiymətini məsafə olaraq baxanda bir addımlıq məsafə var. Amma sol tərəfi döndüyünə görə mənfi 1 olaraq qəbul edirsiniz. Burada məsafə olaraq baxanda 25 vurulsun b-dir. Yəni 25 addımlıq məsafə də burada var. Deməli, bu nöqtədə belə çıxır ki, absislə oxunu kəsdiyi nöqtələri qeyd edək. Deməli, bu nöqtə mənfi 1 olmuş olur. Bu isə 25 olmuş olur. Bizə təpə nöqtəsinin absisini soruşur. Təpə nöqtəsinin absisinin tapılması üçün də belə bir qaydamız var ki, n bərabərdir köklərinin toplamının tən yarısı. Yəni, mənfi 1 üstə gəl 25 bölünsün 2. Bu da bərabərdir 24 bölünsün 2. Elədi 12. Yəni, təpə nöqtəsinin absisi elədi 12. Növbəti suala keçək. Deməli, belə bir sual verir ki, alfa və beta bucaqları uyğun tərəflər paralel olan uyğun tərəflər paralel olan eyni adlı bucaqlardır. Deməli, eyni adlı bucaqlar deyə bilməliyik ki, bucaqlar bir-birinə bərabərdir. Müxtəlif adlı bucaqlar deyəndə isə bu bucaqlar bir-birinə cəmi 180 dərəcəyə bərabərdir. Alfa və beta müxtəlif adlı olduğuna görə cəmi 180 qəbul etdik. Qamma və fi bucağı isə eyni adlı olduğuna görə bunlar bir-birinə bərabər olaraq qəbul edirsiniz. Və sualda faiz istədiyinə görə bizim tələblərdən də bilirik ki, yəni biz faiz suallarını əsasən 100x, 100y deyə izah edirik. Yəni, alfa bucağını mən bir dənə 100m olaraq götürsəm, beta bucağını da 100n olaraq qəbul etsəm, eyni şəkildə bu, deməli, betanın dərəcə ölçüsü isə, bu da sonra nə deyir bizə? Deyir ki, qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsünə 20% azdır. Yəni, qammanın dərəcə ölçüsü belə çıxır ki, 20% az, 100m-dən 20% az, 80m-dir. Sonra deyir ki, fi'nin dərəcə ölçüsü isə betanın dərəcə ölçüsündən 20% çoxdur. Bu da 120m bərabərdir. Hər tərəfi 40-a böləndə 2m bərabərdir. Bu da m yox, 3. 120m. Çünki bu bucaqdan gedir söhbət. Bu da bərabərdir 3 ilə almış olur. Hər tərəfi 40-a böləndə fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% azdır deyir. 20% çoxdur daha doğrusu. 2m bərabərdir 3n'dir. Deməli, mən burada m-i 3k, n-i isə 2k olaraq qəbul edə bilərəm. Və toplam bu bucaqların cəmi də, yəni 100m ilə 100n-in cəmini bizə 180 vermişdir. Və buradan hər tərəfinə yenə qiymətini qoyanda 200k üstə gəlinsin 300
500K o da bərabərdir 180 elədir. 500K bərabər 180. K-nı da tapanda 18 bölünsün 50 olaraq yaza bilərik. Bizdən nəyi soruşur? Alfa və beta bucaqların hər birinin dərəcə ölçüsünü tapın deyir. Alfa bucağın dərəcə ölçüsünü tapanda 100 m idi. Yəni alfa bucağın dərəcə ölçüsü, daha doğrusu bildik. Birinin dərəcə ölçüsü 200K almışdıq. Digərinin dərəcə ölçüsü isə 300K almışdıq. 200K aldığımız beta idi. Beta bərabərdir 200K idi. Alfa da bərabərdir 300K-dır. Gətirib qiymətləri yerinə yazırıq. 200 vurulsun 50-də 18. Bu da elədir 4 vurulsun 8, 72. Digərində isə 300 vurulsun 50-də 18. Bu da elədir 6 vurulsun 18, 108 elədir. Toplamda cəm elədi 180 dərəcə həqiqətən ödənmiş oldu. Növbəti suala keçək. Növbəti sualımıza keçək. Deyir ki, ABC üçbucağında ABC üçbucağında bucaqçıya 90 dərəcədir. Bunu düz 60 bucaq təsvir edək. Düz 60 bucaqda deyir ki, AD tənböləndir. Bucaqçıya 90-dır. A-dır, B-dir, C-dir və burada AD tənbölən olduğunu qeyd edir. AD tənböləndir. CD-nin qiyməti 2.14-ə bərabərdir və AB-nin qiyməti 8.5-dir. ABD üçbucağının sahəsini bizdən soruşur. Deməli, bu tərəfə bir dənə adlandırsam, el olaraq özümdən qeyd edəsəm, bizdə əslində istədiyi nədir? Həmişə bu tip suallarda sizdən istənilən nə olduğunu qeyd edin. ABD üçbucağının sahəsi soruşulur. Yəni, 2-də 1 vurulsun, M vurulsun 8.5, bu da vurulsun sinus alfa lazımdır bizə. Və biz bunu tapmalıyıq. Amma biz əlimizdə olan bu düz 60 bucağa görə sinus alfanı da bu bucağı bir dənə alfa olaraq qeyd etsək, sinus alfanı rahat şəkildə tapa bilərik ki, sinus alfa qarşı katibdir, yəni 2.14-ün hipotenuzuna emin olan nisbətdir. Gətirib alınan nəticəni burada qoymaq kifayət edir. 2.1 vurulsun, M vurulsun, 8.5 vurulsun, sinus alfanı yəni 2.4 bölünsün, M olaraq yazmış oluruq. Bu da bizə 2.14-dən 2 xısa gedir, 1.2 vurulsun. 8.5 etmiş olur. 1.2 vurulsun 8.5 emlər də buradan ixtisara gedir. Növbəti sual keçək. 84-cü suala baxaq. 84-cü sual bizə deyir ki, tutaq ki, bu nöqtələrini birləşdirən parçanın orta nöqtəsi. Təsvir edək ki, həmin nöqtələrdən keçən parçanın orta nöqtəsi absisotunun sol tərəfində bu hissələrdə yerləşir. Yəni, biz bu haqda deyə bilərik ki, sol tərəfdə yerləşirsə bunun absisi 0-a bərabərdir. Təbii ki, oydantı isə 0-dır. Yəni, biz bunu bilərəkdən indi orta nöqtənin qaydasından istifadə edərək uyğun koordinatların toplamının yarısına baxaq. Absisotuna görə k kvadratı çıx 4k ilə 12 çıxılsın 4k-nı toplayıb 2-yə bölsəm, bu mənə absisi verir və absisi 0-dan kiçik olduğunu tapmış oluruq. Bu da k kvadratı çıxılsın 8k üstəgəl 12 kiçikdir 0 alınır. Köklərimizə də baxanda 2 və 6 etmiş olur. Yəni, bu k-nın qiyməti 2 və 6 aralığında yerləşir. Digər halda isə oydantı isə 0-a bərabərdir. Yəni, oydant üçün də eyni şəkildə orta nöqtədən istifadə edək. K kvadratı üstəgəl 32 çıx 12k-nı toplayıb 2-yə bölürəm. Bu da bərabərdir 0 olur. Buradan da k kvadratı çıx 12k üstəgəl 32 bərabərdir 0. K üçün burada da k çıx 4, k çıx 8 köklərimiz bu şəkildə alınır. Buradan da k-nın qiyməti 4 və k-nın qiyməti 8 olur ki, bu qiymətlərdən də təbii ki, bu aralığa düşən lazımdır bizə. Bu aralığa düşən k-nın 4 qiymətidir. Yəni, cavab oldu 4. Növbəti sual keçək. Deməli, sonuncu sualımıza baxaq. Deyək ki, A kəşfə 1-dəki elementlərin sayı, yəni 3x üstə gəl 4. B fərqi A çoxluğundakı B-dən A çoxluğuna çıxanda bu qalır. Bundan deyək ki, böyükdür. Yəni 19 çıxılsın 2x-dən böyükdür. Buradan da 5x böyükdür 15 alınır. Yəni 19-dan 4 çıxıram. X də böyükdür 3-dən alınır. Yəni 3-dən böyük qiymətlərdən bizə deyir ki, A fərqi B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın deyir. Deməli, A fərqi B 2x üstə gəlsin 5-dir. 2x üstə gəl 5-in ala biləcəyi ən böyük və ən kiçik qiymət soruşulur. Yəni bizə demək ki, burada boş çoxluq olmasın demir. Yəqin ki, A və çoxlu elementlərin sayı verilibdir. Burada sayı verilibdir. A və çoxluqlardakı elementlərin sayı verilibdir. Bunda saydır. Daha sonra x-in natural qiymətləri üçün, yəni x-in natural qiymətləri üçün, x-in yalnız natural qiymətləri üçün bunun alabiləcəyi ən böyük və ən kiçik qiymət soruşulur. Və x-in 3-dən böyük olan, daha doğrusu A fərqi B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın deyir. Deyək, baxaq.
Biz burada x-in üstdən böyük qiymətlərini tapmış olduq. X-in üstdən böyük qiymətlərində, yəni x4, 5, yəni sonsuza saat davam edə bilər. Əlavə olaraq da bilməliyik ki, burada elementlərin sayı olaraq verildiyinə görə buradakı ədədlərin sayı sıfırdan böyük olmalıdır. Yəni biz burada 19 çıxılsın 2x-in əslində sıfırdan böyük bərabər olduğunu qeyd etməliyik. 2x də kiçikdir bərabərdir 19-dan. Buradan da x də kiçikdir bərabərdir 9-dan onda 5 alınır. 9, 2, 2, 18, 9-dan onda 5 alınır. Və bu zamanda x üçün qoya biləcəyimiz ən böyük qiymətimiz 9 olar. 2 vurulsun 9, 2 vur 9, üstə gələnsə 5, 18 üstə gəl 5, 23 olar. Daha sonra ikinci addımda isə x üçün qoyacağımız ən kiçik qiymətimiz 3-dən böyük olan elə 4 qiyməti olar. 2 vurulsun 4. Üstə gəlsin 5. Bu da elədir 13. Demək, alıb verəcəyimiz qiymətlər 23 və 13 olur. Toplamda bu qiymətlərin cəmi soruşulur. Bu da bizə elədir 36. Açıq suallar, yəni qapalı suallar asan idi. Açıq suallar bir də digərlərindən fərqli idi. Qapalı suallar açıq idi. Hər ikisi olar arzulayıram. Qapalı suallar daha doğrusu nisbətən asan idi, belə demək istədim. Hər iki savalı arzulayıram. İnşallah ki, növbəti videolarda görüşərik. Onlayn dərslərimizə qoşulub dərslərimizdən faydalanmaq üçün 050 778 44 24 nömrəsini əlaqə saxlaya bilərsiniz. Hər ikisi olar.